Allah rızasına, bir olan Allah'ın rızasına bizim Hacallıdan olan değerli əmmimiz, Ağsaqqal əmmimiz göndərib, gətirib özü şəxsi maşından, amma xahiş edir ki, məni kadra salma. Bu bir insanlıq nümunəsidir, bir Allah'ın xatirinə edilən bir işdir. Ağsaqqala değən təşəkkürümü bildirirəm. Ləmbara cəmaatı adından Ağsaqqalımıza təşəkkür edirəm. İnşallah əvvəl gündən, bax bir də deyirəm, əvvəl gündən müəyyən edilmiş ailələrə inşallah taleyəcəyik. Allah qəbul etsin Ağsaqqal. Allah qazancına bərəkət versin. Minnətdaram. Sağlam ömür versin. Kanalımız adından, cəmiyyətimiz adından. Paltar. Axşamınız xeyir əziz iştirakçılar, hər birinizi salamlayırıq Allah'ın adıyla. Bərdənin Hacıalı kəndindən gözəl ürəkli bir əmmimizdir, dəyərli Ağsaqqal əmmimiz. Bizim kanalımızın da fəxri üzvüdür. O nələ yaxındır ki, bizim paylaşımlarımızı izləyir. Zəng elədi ki, bax Şeşməlim, haradasınız? Biz də dəyərli Ağsaqqal Zahid əmi ilə Bərdə şəhərindən gəlirdik. Allah kömək olsun. Xaçınçay istiqamətində görüşdük. Bax, böyük bir sumkanı verdi. Allah rızasına ki, bax Şeşməlim. Allah rızasına bunu hansı aileler ki, hansı insanların ki, ehtiyacı var. Hemen ailelere Allah rızasına payla. Dedi ki, ama benim de adımı çəkmə. Bu ile Allah benden. Allah rızasına, Allah'ın hatırına bir güzel aksiyonu həyata keçirik. Şimdi prezident de pakovkalı salafanla paketlere tek bir yığacaq inşallah. Baran kəndində müəyyənləşdirmişik də hansı aileler az təminatlıdır, hansı insanların ehtiyacı var. Bir də kimsə elə bilər ki, geyinilmiş paltarlar zahidəni. Bismillah eləyək. Bismillah eləyək, açırıq. Hamısı da təzə, bax görürsünüz, hamısı da təzə pakovkanın içində olan geyimlərdir. Bax görürsünüz, təzə pakovkada olan geyimlərdir. Allah rızasına hamısının pakovkalayırıq. İnşallah ki, insanlara təqdim edəcəyik. Allah kömək olsun, Allah. Allah qəbul. Zahidən bu xeyir dua bir başıma dönüm. Allah kömək olsun, Allah ömrünü uzun eləsin. Elə mən də oradaydım, bir Xaçınçayda görüşdük. Dedim, amma istəmirəm adım çəkilsin. Allah kömək olsun. Dedi ki, elə az təminatlı ailələrə nə deyim, Allah kömək olsun. Kişi paltarlarıdır. Kişi geyim paltarlardır. Yəni, hamısı da təzədir, Allah kömək olsun. Getirdi, verdi. Allah rızası üçün adım çəkilmək istəmədi. Allah kömək olsun, Allah min qata vəzin versin. Şimdi biz de burada aileli şekilde, Zahidem de buradadır, mamam da, Tahir'in dostları da Tahir'de. Şimdi pakovkaları hamısını hazırlayırıq. İnşallah səhər yığıb maşını, bagajını şu həyətlərə, insanlara təqdim etmək, Allah rızasına. Bu da xeyriyə bir aksiyadır. Ama bu mütəmadi olacaq. Ayda bir dəfə, 2 aydan bir inşallah bu aksiyanı davam etdirəcəyik. Ləmbaran cəmaatı adından həmən Ağsaqqala da təşəkkürümüzü edirik. Bərdənin Mehdi'nin yanında olan Hacallı kəndindəndir. Bismillah, Allah özü xeyir versin. Allah kömək olsun. Maşallah, içində də hər şey var. Hədə kişi qalstuklarla belə, köynəklərlə belə hər şey var. Bax, içində, bax belə etiketi üstündə olan xanımlar üstündə geyimlər var. Hamısının etiketi var. Hamısının etiketi var. Etiketsiz, hədə olmayan bir dənə şey yox. Böyle hamısının markası üstünde. Hədə olmayan bir dənə məhsul yoxdur. Hamısı təzədir. Hamısının. Yəni bunu farklı sübut üçün göstərir ki, insanların ağlına mənfi hissat gəlməsin. Şirin oğlu Allah rızasına bax belə bir aksiya həyata keçirir. Allah razı olsun. Bu xorotu. Baxın görün nə gözəldir. İnşallah. Ya. Görürsünüz, əziz iştirakçılar, nə gözəl geyimlərdir hamısı. Baxın, müxtəlif fəsillərə uyğun geyimlərdir. Hamısı təzə. Gəl buranı təzə. Bəzilərimizə bir təqdimat eləyək. Görürsünüz, hamısı təzə. Hamısı təzə. Hamısında bax, qiymətləri cibində, üstündə. Allah xeyir versin. Kim geyəcəksə, Allah xeyir versin inşallah. Bax, belə kişi şalvarlarda var. Görürsünüz nə gözəl, nə qəşəng. Emblem də. Emblem də, baxın, bax, emblem də üstündə. Bunu biz göstəririk ki, yəni bir dənə burada geyinilmiş paltar yox. Hamısı pakovkalı yox, haqq sahiblərinə çatdıracaq inşallah. Allah. Bax, qız uşaqlar üçün gözəl şalvarlar. İnşallah ki, haqq sahiblərinə çatdıracaq. Başlayaq pakovkalamağa. Bax, belə xanım paltarları da var. Cavanlar. Bax, görün nə gözəldir, bax. Qədər, qağırtın çək, qədər alacaq. Bax. Bunlar üçün, bax, belə bir geyimlərdir. Görürsünüz.
Kim giyirse can sağlığıyla. Etiketi de üstünde. Bakın. Hayırlı olsun. Kız şalvardı. Yaxşı. Oğlan Bax belə bir qadın geyimləridir. Təzə. Kim giyirsə can sağlığına qismət olsun. Maşallah olsun. Hələ buna baxın. Hələ buna baxın. Görün nə gözəldir. Belə bir xeyri aksiyası keçirdik. Həmən ağsaqqalın adından Allah can sağlığı versin. Maşallah. Görün nə gözəldir. Baxın. Xeyirli olsun. Pakovkalayın. Əziz izləyicilərimiz, pakovkalarımız hamısı hazırdır. Hamısını salafanladıq. Təxmin etdik də kətdə hansı kimin əlinə olar. Elə onlara da uyğun hamısının pakovkalayıb, kuloklayıb hamısının üstünün adlarını yazmışıq ki, inşallah aparıb özünə çatdıracağıq. Elə bəy, burada baxdıqda əlimizə qeydik. Tərazadır ki, bu məsəl üçün bu filan kəsin əlində olar, bax bu filan kəsə olar, bu filan qardaşımız olar və yaxud da bu filan bacıya olar. Ona uyğun da burada tənzimlədik. Hardasa 25-30 nəfərə paydı, hədiyyədir. Allah qəbul eləsin. Hə, 40 nəfərə hədiyyə vapil ödətdik. Xeyirli uğurlu olsun, təşkil edən Bərdənin Mehdilin yanında olan, Hacallı kəndindən olan dəyərli ağsaqqala, gözəl insana təşəkkür edirik. Ticarətli qardaşımızdır, əmmimizdir. Allah can sağlığı versin. Təşəkkür edirik. Zahidəm, sən də sağ ol, başına durun. Allah xeyirli uğurlu eləsin. Allah canını sağlıq versin, minnətdarım başa durun. Allah elimizi, obamızı, vətənimizi və bütün yaxşı insanları var eləsin. Əziz izləyicilərimiz, Allahın adı ilə salamlayırıq sizi. Bütün gördüyümüz işləri Allahın adı ilə başlayırıq ki, işimiz də səmərə olsun. Bax, hədiyyələrimizin hamısını Bərdənin Mehdili kəndinin yanında olan, Hacallı kəndindən olan dəyərli ağsaqqalın adından 40 ədədini paketləri yığmışıq. Kimlərə də çatacaq, hamısının adlarını yazmışıq üstünə. Bax bu qaydada. İndi gedirik, aparırıq haqq sahiblərini çatdırmağa. Hamısı təzədir, hamısının etiketləri üstündədir. Allah qəbul eləsin. Aparaq yığaq maşına. Bismillah. Bizəmiz sağ olsun. Həmişə bizim yanımızda olub. Allah canına sağlıq versin. Bax belə paketləyik, aparırıq hədiyyələri çatdırmağa. İnşallah. Məhəmməd əmin də hədiyyəsi var burada. Bax bu qutuqanı görürsünüz. Onu da həmən ağsaqqal verdi, hədiyyə verdi. Təzə geyimdir. Allah canına sağlıq versin. Bax bu iki köynəyi də verirəm Məhəmməd əmiyə. Allah canına sağlıq versin əmi. Orada köndə götürəsiniz. Bu qutuqanı da mal verib. Tahirə də bir şalvar verib babası. Allah qəbul eləsin. Bismillah. Kəndin yuxarı başındayıq. Anonim olaraq hədiyyələri təqdim etdiyimiz insanları video çəkilişə salmırıq. Ağsaqqal, Qarabağ döyüşçü Məhəmməd əmi Allah şahiddir. Oğlum Tahir Allah şahiddir. Bir də bütün kainatı yaradan Allah şahiddir. Razıyım da demirik ki, hansıya razıyıq. Amma kəndin aşağı və yuxarı başında 40 nəfərin hədiyyəsini təqdim edirik. Bu hissəyə də gəlmişik. Allah qəbul eləsin. Hədiyyəmizi təqdim edirik. Hədiyyəmizi təqdim edirik. Allah özü qəbul eləsin. Mübarək. Xeyirli olsun. Deyik. Kəndin aşağı baş. Çınar istiqamətində, bax bu tərəflərdə. Allah qəbul eləsin. Yolub tərəfə gedirik, çox arxadan qayıdırıq. Bunu görün. Hə, bu zonadayıq, kəsmişik hədiyyəni təqdim eləməyə. Allah özü qəbul eləsin. Çox gözəl bir hədiyyədir, bax. Ha? Əmi, Qurana and olsun, hamısı yetişsinlər. Onu tut deyirəm. Bəzi adamlar var, ağılına gələn danışır ki, Quran olsun, bax, təmtəzə. Görürsünüz, hamısı bax, təmtəzə qadın paltarlarıdır. Hamısı, bax, görürsünüz, hamısını etiket üstünədən tutuyor, bax. Yox, üstündə sağ olsun. Allah xeyir versin. Xeyir olsun. Bu teritoriya edəyik, təqdim edib gələm. Bu teritoriya edəyik. Bu teritoriya edəyik, Allah qəbul eləsin. Bu teritoriya edəyik. Bax, gözəl qadın geyimidir, Allah qəbul eləsin. Maşallah olsun. Etiketi də üstündədir, ha. Elə bilməyin ki, etiketsiz gətirdik. Salam. Öpürüm, baxın. Allah xeyir versin, bunu da bir bacımıza hədiyyə eləyik inşallah. Bax, qəşək kişi kostyumlarda Allah xeyirli və uğurlu eləsin. Bu teritoriya dedik, kəndin aşağı başında. Tərəfə gedirik, Təzə məhəllə istiqamətinə. Bu teritoriya dedik, Təzə məhəllə dedik. Allah xeyir versin inşallah ki,
istifadə edənlərə. Səsini də. Sağ ol. Təzə məhəllə istiqamətindəyik. Təzə məhəllədik. Allah Taala bu elimiz obamızı var eləsin. Hə, day qızı. Allah Taala bu işinə xeyir versin. İnşallah ki, aşağı baş Qərbstandan aksiyasını yekunlaşdırandan sonra Vəsələn evinin tikintisinə inşallah start verəcəyik. Allah xeyir versin. Day qızı, buyur. Ləmbəran kənd əhalisi adından bunu təşkilləyən Bərdənin Mehdi ərazisində yerləşən Hacalkən kəndində olan dəyərli ağsaqqalımıza təşəkkürümü bildirə bilərsən. Bayaqdan deyirsən ki, kim təşkili bu adını çəkmədik. Çox sağ olsun, Allah kömək olsun. Belə bizə qadın kişi geyimləri göndərdiyinə görə mən də Ləmbəran cəmaatının adından sizə dərin təşəkkür eləyirəm. Allah köməyiniz olsun. Çox sağ olun. Allah min əvəzin versin. Mən Baxşeyiş müəllimin dayısı qızıyam. Çox sağ olun. Allah köməyiniz olsun. Allah razı olsun. Verən əlləriniz var olsun. Sağ olun, qurban. Sağ ol, qazanım. Çox sağ ol. Allah razı olsun. Ağsaqqalımda minnətdarlığımızı bildiririk. Bax bu ona deyik. Gəlmiş burada bir neçə nəfər ailələr onlara təqdim etməyə. Təzə məhəllədə bu istiqamətdəyik. Kanalın belində. Burada müəyyən insanlara payladıq, axırıncını verib gedirik. Can sağlığına qismət olsun. Allah xeyir versin. Başına ödürüm. Bərdənin Hacallısında olan dəyərli xeyriyyəçi ağsaqqalın adından kəndimizdə 40 nəfər insana hədiyyə təqdim elədik. Bax, biri də mənim əlimdədir, görürsünüz. Bundan 41'dir. Bir dənə qəşəng kişi pencəyini təqdim edirik bizə aksiyalarda kömələyən qardaşımızlar ona. Can sağlığına qismət səni başına ödürüm. Sən bir də çox kömələmişsən qərb sandıqlarda. Allah səni qorusun, can sağlığına mübarəkdir. Dəyərli ağsaqqalın adından. Can sağlığına qismət. Mənim olaydı, bax beləsin Allah gücü yetməyə. Allah xeyir versin başımızdan. Allah can sağlıqla qismət eləsin hamısını. Allah xeyir versin, bu tərəfdə gəlib çıxmışıq. Biz gəlib çıxmışıq Kümbəz tərəfdəyik. Aşağı başda Kümbəz deyilən ərazidə. Əziz izləyicilərimiz, bugün gözəl bir aksiya həyata keçirdik. Bərdənin Mehdili ərazisində yerləşən Hadalı kəndindən olan xeyriyyəçi, dəyərli bir ağsaqqal ticarətçi əmmimizin ürəyi Allahına, vətəninə, dövlətinə bağlı olan adını açıqlamadığımız gözəl bir Allah bəndəsi dəyərli ağsaqqalın adından Ləmbəran kəndində 40 nəfər həm qadın, həm kişidən ibarət olan insanlara geyim təqdim elədik. Ləmbəran cəmaatı adından dəyərli ağsaqqala təşəkkür edirəm və Allahdan onun mülkünə, canına bərəkət verməyini, canına sağlıq verməyini diləyirəm. Allah vətənimizin və Azərbaycanımızın heylə gözəl insanlarını var eləsin, elimizdə, obamızda dəyərli insanlar hər zaman var olsun. Şübhəsiz ki, belə bir xeyriyyətçilər Ləmbəran kəndində də mövcuddur. İllərdir ki, Ləmbəran kəndinin abadlığına, vətənimizin çiçəklənməsinə, az səmərətli ailələrə dəstək nöqteyi nəzərindən zaman-zaman belə gözəl aksiyalar həyata keçirtmişik. Dəyərli insanların adından. Bugün də Məhəmməd əmi sağ olsun, bizə bu aksiyada maşın cəhətdən dəstək verdi. 40 nəfər ailənin evini gəzib onları geyimlə təmin elədik. Məhəmməd əmi, sizə də təşəkkür edirəm. Siz həm Qarabağ döyüşçüsü olaraq, həm də Ləmbəran kəndində bütün aksiyalarımıza dəstək verən bizim dostumuz və əmmimiz olaraq bizə bu aksiyada dəstək verdiniz. Ləmbəran cəmaatı adından sizə təşəkkürümü bildirdim. Çox sağ olun Baxşeyiş müəllim. Allah köməyiniz olsun, Allah sağınızı sağ eləsin. Elə bu günlər mən canla başla elə boynunu paylamağa mən həmişə hazıram. Ha vaxt nə işiniz olsa mənə deyin, mən sizdən hərlərini paylaya bilərəm. Təşəkkür edirəm. Allah sizi var eləsin. Quran-Kərimin Hud surəsində 2 ayətlə bugünkü gözəl kampaniyamızı yekunlaşdırıram. Quran-Kərimdə Allah buyurur ki, həqiqətən Allah yaxşı iş görənlərin mükafatını puç etməz. Biz həm bu dünyada izləmişik ki, yaxşı iş görənləri Allah Taala cəmiyyətə, xalqa, millətə, dövlətə elə obaya sevdirir. Ahirətdə də ki, əbədi saadət və cənnət bütün yaxşıları gözləyir. Uca olan Allaha əmanət olun. Növbət çəkilişdə görüşənə qədər kərimli olan Allaha əmanət olun. Bugün də gözəl ürəkli, gözəl əməlli, dəyərli xeyriyyətçi ağsaqqalın adından Ləmbəran kəndində 50 nəfər az təminatlı ailəni geyimlə təmin etdik. Allah qəbul etsin. 27 mart 2026-cı il Bərdə rayonu Ləmbəran kəndi təqdim etdi. Vaxtınız onlayn internet televiziyasının təsisçisi və direktoru Baxşeyiş müəllim Məmmədov. Minnətdarım sizə. Var olun əziz xeyriyyətçilərimiz. BMT TV Baxşeyiş müəllimin kanalı, onlayn internet televiziyası və YouTube kanalı təqdim edir. Kanalımızda videolarımızın baxış sayının çox olması üçün kanalımıza abunə olun, bəyənin, şərh yazıb paylaşmağınızı xahiş edirik.
Değer verdiğiniz ve destek olduğunuz için önceden her birinize teşekkür ederiz. Kanalıma abone olun, şərh yazın, like edin və paylaşın. Mənə dəyər verən bütün dostlarıma təşəkkürümü bildirirəm.